Hər kəsə salam. Sizlərlə saç boyasını necə saçıma tətbiq etmə üsulunu paylaşacağım. Gördüyünüz kimi qapaq hissədən deyil, tübükin qatılan hissəsindən kəsib üfürmə effekti ilə Faberlikdən aldığım boya üçün fırçası da dəstə daxil olan qaba əlavə eləyirəm. Digər krem formasında olan məhsulu da əlavə edib fırça ilə yaxşıca qarışdırıram. Amma çoxlarından fərqli olaraq paketi içinə əlavə etmirəm, onu sonraya saxlayıram. Düzgün istifadə qaydasını ekranda görəcəksiniz və saçımızı boyamazdan öncə dəridə boya izi qalmaması üçün hər hansı üz üçün krem çəkirəm. Videoda gördüyünüz bir həftəyə möcüzə bəxş edən gündüz kremidir. Bu krem haqqında da sizlərlə ayrıca fikirlərimi paylaşacağım. Baxın, gördüyünüz kimi çəkdim. Boya narahat eləmir məni, çünki qalmayacaq və budur hit məhsulumuz. Saçımda çox gözəl effekt yaradıb, ağ telləri də gizlədib. Mükəmməl.